Ne olub, yenə niyə əsəbsən? Sus, telefonum sönür. Al, Məndə 16'dır. al. Niyə deyirəm? Mən ağ şokolad xoşlamıram. Peçenye istəyirəm. Bunlar məni kökəldir. Su ver mənə, su istəyirəm. Qazlı su. Ağzıma dayayım bu boyda butulkanı. Üstümü batırdım. Makyajımı silməmiş, mən bunu necə geyinim? Sonra da makyajsız gəldim, hə mən? Kimindir bunlar? Sən mənə kimlə xəyanət edirsən, hə? Hardan tapdın bunları? Bir dəqiqə sakitləş İlkənə. Bunlar sən Trendyol sifarişlərindir. Səhər kargo gəlmişdi, mən götürmüşəm. Sən mənim sifarişlərimi niyə götürürsən ki? Nə olur? Gözüm ağrıyır. Çantamda damcı olmalıdır. Oy, da nə yaxşı. Dəyməz. Nə olur? Şalvarım durmur belimdə. Gözlə, çantamda kəmər olmalıdır. İndi nə olur? Mən skuterlə yola necə baxacam indi? Çantamda tutacaq olmalıdır. Bu nədir? Eurox telefon tutacağı hər ehtimala çantamda daşıyıram. Yenə nə oldu? Ürəyim bir dənə pomidor yumurta istəyir. Bir dəqiqə, çantamda tava olmalıdır. Bax, tut sən bu tavanı, tut. Yəni tez burada ocaq qalayım, çantamda kömür olmalıdır. İlkin mən bir də qoyma şirniyyat yeyim də, çox kökəlmişəm. Yaxşı, narahat olma. Krem alaqda nə olar? Yox, sən şirniyyat olmaz. Sən məni sevmirsən. İlkənə bazar stordayam, nəsə istəmirsən alım. Yo, ehtiyac yox deyə heç nə istəmirəm. Gəldim. Nə alırsan mənim marketdən? Demədim mən heç nə alma. Necəsən? Günün necə keçib? Yaxşı. Nələr eləmisən? Nə ilə məşğul olmusan bugün? Heç nə. Buranın şirniyyatları çox dadlıdır deyə. Sənin ən sevdiyin şirniyyat hansıdır? Şirniyyatdır da hamısı. Mənim də ən sevdiyim şirniyyat eklerdir. Çox sağ ol soruşduğun üçün. Bacın, qardaşın var? Ailə, bacı, qardaş. Bir dənə bacım var. Soruşmaq istəmirsən, mənim neçə qardaşım var? Nəsə hobin falan var? Boş vaxtlarında nə ilə məşğul olursan, nə edirsən? Boş vaxtım yox. Onda özü az. Mən böcək olsaydım mən sevərdim. İkimiz də böcəyik. Yox, ancaq mən böcək. Göz canım, gö qonçinimə balım. Acımısansa xoşuma gələn milçəklərdən tutum səni. Təzə evimizdə mübarək də balım. Maaşım qalxsın inşallah palıd ağacına köçürdəcəm bizi. Ay balım, moroz cücü dərman vurublar. Yemək sifariş eləmişəm, gəlir indi. Bot pulsa qoşulmuşam 4.99-a. Bir ay pulsuz çatdırırlar. Özü taksi xidmətinə də 15% keşbek qazanırsan. Həm yeməyə, həm taksiyə işlədə bilirsən. İlk ay qoşulanlara da pulsuzdur. İkinci aydan ödəniş başlayır. İndi yeməyim gəlsin, yeməyi biraz tökəcəm yerə, üstündə yığışan qarışqaları yeyərsən. Biraz çətin olar deyə. Tut sənə. Baba, mən özümə bir dilim pizza saxlamışdım. Görməmisən onu. Sən necə bu? Amma gəyə qadınlar, nə olar mən... Nuş olsun. Nə olar, bağışla mənə. Bax, pizzamızdan sən ayları kombo almışam. Gəl bir yerdə yeyək. Yox bala, apar özün ye. Mən ac qalaram. Peki sənin qarnın çox olsun. Nə alırsan? Sən görüm. Deməli bir dənə böyük pizzadır. Qarışıq paninidir, naqısdır, kartof fridir. 1 litrlik də içki göndəriblər yanına. 43 manatdan düşüb 29.90. Heç olmasa bu dəfə mənim panimi yemə. Doydum mama, doydum. Bu nə zarafatdır? Çox sağ olun. Buyurun. Çox sağ olun. Çox təşəkkür edirəm. Buyurun, dəyməz. Bu nə səmimiyyətdir? Nə demək mən? Salam. Dayanacaq qabaqdadır. Bəli, qabaqdadır. Çox sağ olun. Tamam, cavan oğlan. Burada dayanacaq qabaqdadır. Bəli, qabaqdadır. Onda bəlkə gedək qabaqda dayanaq. Gedək dayanaq. Gedək. Bizi tanış eləməyəsən? Kimlə? Ayda bunun dadına baxaq da nə olar? Baxaq da. Salam, buyurun. Salam. Bunlar nədir belə? Mini Merz Amerika brendidir. Qabda mini dondurmalardır. Xanıma bir qab verərsən, zəhmət olmasa. Mini Merz Amerikadan xüsusi olaraq sənin üçün gətirmişəm. Mini dənəli atlı dondurmalardır. Xanıma bir qab verərsən, zəhmət olmasa. Xanım da sizindir. Buyurun xanım. Bəyəndin? Toyumuza da çağırarsın. Bank uşaqlar damlaya gedir, mən də gedim də nə olar?
İyi getsin də, nə olacaq ki? Hamısı oğlandı, ofisant da oğlandı, qız yox, bir şey yox. Striptiz kluba getmir ki, Damnoya Da get. orada get istəyirsən. Gedim də nə olar? Mənim səsim bu qədər qalındır. İndi məndən bu çıxır da, neyniyək? Əziyyət çəkdin. Get. 11-də evdə olursan. Yaxşı. Nə ufluyursan? Uflasın da, nə olacaq ki? Yeməzsən. Mənim kartıma 100 manat at da. Nəyirsən 100 manat? Ya at sabah qaytaracağam. Nəyirsən də? Hadi at da lazımdır. Nə olar? At sabah 100% qaytaracağam. Göndərdim. Hə, gəldi, çox sağ ol. Sabah yadıma sal qaytarım. Mənim yaddaşım zəifdir. Yaxşı, yadva salaram. Nəyi? Pulu da Hansı pulu? 100 manat. Nə 100 manat? Bayaq demədin 100 manat at sabah qaytaracağam. Yo, lazım olmadı. Var kartımda. Girdi mənə. Əgər 15 desən, sən mənə 100 manat verirsən. Yox, əgər deməsən, mən sənə 100 manat verirəm. 15 deməməliyəm. Yox. 100 də qoy, 200. 200-dən oynayırıq. Mən pullarımı qaytaracağam hamısında da. Başla. 5 üstə gəl 5. 10. 10 üstə gəl 5. Yaxşı, 10 üstə gəl 15. 25. 25 vur 2. 50. 50 vur 3. 150. Şey, mən unutdum. 15 demədim axı. İndicə dedin. Canım. Duz gətir. Nə? Duz gətir, duz. Nə? Duz gətir, duz, duz. Nə deyirsən, eşitmirəm. Duz. Duz gətir. Eşitmirəm. Salam. Siz kimsiz? Mən 4 mərtəbə yuxarıda qalıram. Allah buduzu ver əvvə. Gökhan mənim yataqda baş beynimiz getdi səhərdən. Duz istəyirdin? Bu ev nə gündədir? Güya səni mənə verəndə demişdilər belə ev təmizləyən qızdır, kişiyə baxan qızdır, yemək bişirən qızdır, təmizkar qızdır. Səni də məndən tanış eləyəndə demişdilər ki, mərifətli oğlandı, evə pul gətirən oğlandı, evin qədrini bilən oğlandı, qanacaqlı oğlandı. Hardadır? Görürsən, ikimizi də alladıblar. Buran deylə. Bax ki, götür bəsdir. Hardasan sən səhərdən? Telefonuma zəng çatmır. Telefon sönmüşdü. Süleyman telefonla mesaj yazmışam sənə. İndi gördüm. Danışmaq istəyirsən? Nə evə lazımdır hardayam? Gəlmişəm də. Bura bax, həyat yoldaşına elə bil. Səhvlərimi yadıma salma sən Allah. Elə bir buna qalmışdım. Mən olmasaydım evdə qalmışdın. Kimin sən bu kasetlə alan? Söhbəti fırlatma, sənə niyə zəng çatmır? Telefonum sönmüşdü. Mən sənə Euroaxdan 30 minlik powerbank almışam ki, sən evdə qoyasan. Qalx, başıma qalx, qalx. Qalx, zəhmət çək sumkamı yığanda onu da qoy. Onu da mən yığmalıyam. Yo, nənəm yığmalıdır. Xeyr, anan yığmalıdır. Anan qarışdırma da. Amma gülməli idi də. Nə yazacaqdınız? Sən gedib nə deyəcəkdin? Heç nə, sən sevirəm deyəcək.